Mənim içimdə bir dənə müdrik var. Bu müdrik mənə qoymur ki, ağzımı açım. Davamlı olaraq mən nə zaman başlasam danışmağa deyir ki, gözlə, hələ hazır deyilsən, hələ başlama, yetəri qədər bilgili deyilsən. Beləliklə də davamlı olaraq təhsil almağım, davamlı olaraq oxumama baxmayaraq mən hələ də 1-imi müsbətə çıxarıb, 7-mi müsbətə çıxarıb, 19-umu müsbətə çıxarıb danışa bilmirəm. Çünki 9-um hələ də deyir ki, sakit, hələ hazır deyilsən, hələ başlama. Nə olsun bu qədər təhsil alıbsan? Axı hələ hazır deyilsən. Və bu şəkildə artıq illərdir mən hələ də davamlı olaraq içimdə susturulan səs tərəfindən susturulmaya məruz qalmışam. Amma dedim ki, artıq bəsdir. Nə olursa olsun, mən az da olsa, çox da olsa, sadəcə bilgini axıdacam. Məndən sonra bu bilgi axsın çay kimi. Çünki davamlı olaraq bilgi alıram, amma axmır deyə bir yerdə məndə tıxanıqlıq və ilişməlik yaradır. Sanki içimdə bir qab düşünün. Bir qaba nə qədər çox məhsul yığsanız, əşya yığsanız, fərqi yoxdur. Nə yığırsınız yığın. Nə qədər çox yığsanız da bir yerdə gərək həmin qab aşağıdan bir yerdən deşik olsun ki, o boşalsın. Və siz bunu axıtmadığınız müddətcə, siz onu boşaltmadığınız müddətcə həmin qab dolu olduğuna görə siz də davamlı olaraq yığırsınız və yer olmadığına görə boşalmayacaq. Dolu şəkildə qalacaq və siz yığdığınız məhsul sadəcə töküləcək, dağılacaq, daşacaq və bir müddətdən sonra yenidən yeni fikirlər, yeni məhsullar o qaba dolmayacaqdır. Bu insan bədəni, insan zehni də belədir. Siz nə qədər çox davamlı olaraq bilgi alırsınız, amma dünyaya özünüzdən sonra bunu ötürmürsünüz deyə o qab dolur və dolduğu zaman da daşmır. Axı necə daşsın? Yerdə yoxdur, bilgi daşa bilmir. Gərək hardasa enerjisi olaraq partlasın. Və bunun da qarşısını almaq üçün, enerjisi olaraq partlamanın qarşısını almaq üçün gərək fərqində olaraq, şuurlu şəkildə biz özümüzdən sonra bu bilgiləri axıdaq. Və bu yalnızca təkcə fikirdə, bilgidə deyil, həyatın hər sferasına aiddir. Eyni zamanda bolluğa da aiddir. Biz bolluğu da gərək özümüzdən sonra yaxıda bilək. Biz həyatda qəbul etdiklərimizi, bizə həyatın verdiklərini eyni zamanda həyata və bizdən sonraya da ötürə bilməliyik. Axı biz çayıq. Çay neynir? Gəlir və gedir. Axır. Bizdən gəlir və keçir. Biz kanalıq. Sadəcə buna icazə verməliyik ki, biz kanal olaq. Bilgi, bolluq, pul, hər şey bizdən gəlsin və dünyaya axsın və getsin. Pul ən çox dövriyəni sevir deyirlər. Eşidibsiz yəqin bunu. Niyə dövriyəni sevir? Çünki pul gedir və dövr edir, fırlanır, çay axır və gedir. Eyni şəkildə biz də gərək davamlı olaraq aldığımız bilgiləri ötürək, kanal olaq, insanlara, bəlkə ona bir fərqindəlik yaradacaq. Bəlkə verdiyimiz bilgi onların həyatına bir işıq olacaq, onların həyatında bir dəyişikliyə səbəb olacaq. Ona görə də aldığımız bilgiləri sadəcə hazır deyiləm səbəbinin arxasına sahib olaraq gizlətməyək. Unutdum demək, bu müdrik arxetip 9-cu arxetipdir. Mənim ikinci missiyam 9-dur. Çox bilgili, müdrik insanlar olurlar. Bu arxetipə sahib olan insanlar müsbətdə çox bilgili, çox bilgiyə yönümlü, bilgiyə davamlı yeni bilgilərlə əhatə eləməyi çox sevən insanlardır. Amma həyat yalnızca bilgidən ibarət deyil. O sahib olduğum bilgini nə qədər idrak edib öz həyatına tətbiq etməkdən ibarətdir. Çünki ola bilər ki, o qədər dünyada müdrik insanlar var ki, bir bilgiyə sahibdirlər, amma o həmin bilgi onlara idrak olub həyatlarında tətbiq edə biləcəkləri bir şəkildə olmayıbdır. Sadəcə bilgi şəklində olubdur. Və o zaman o bilgi bizim heç bir işimizə yaramır. Bilgi yalnızca o zaman dəyərlidir ki, biz o bilgini alırıq, idrak edirik və ən əsası isə öz həyatımıza tətbiq edirik. Məndə isə 9, 5 bilgidir, amma eyni zamanda birlərim, yetdilərim, hərəkət arxetiplərin hamısı karmadadır. Ona görə məcbur özümü hərəkət etdirməliyəm.